Böyük gəmilərin və tanker mühərriyinin nə qədər böyük olduğunu bilirsiniz? Bunu sizin üçün rəqəmlərlə izah eləyəcəm. Belə gəmilər və tankerlərdə əsasən 2 zamanlı dizel mühərriklər işləyir. Yəni bir dövrü 2 mərhələdə başa vurur. Sıxma, yanma və qazın çıxması. Ölçüləri bina hündürlüyündə, ağırlıqları minlərlə ton olur. İndi deyəcəyim rəqəmlər hər gəminin və tankerin qabaritinə görə dəyişir. 6-14 arası silindirlə işləyən bu mühərriklərdə hər silindir ayrıca bir otaq kimidir. Hər pistonun 2 və 5 ton aralığında ağırlığı var. Mühərrik dəqiqədə 60-dan 100-ə qədər dövrlə fırlanır. Avtomobil mühərrikləri 3-4 min dövrlə işlədiyi halda bu nəhənglər yavaş, amma dayandırılmaz güclə hərəkət edir. Yaxşı, bəs bu mühərriklər dənizin ortasında xarab olsa, əgər belə bir hadisə baş versə, təmir eləmək mümkündür. Gəmidə ehtiyat hissələr saxlanılır. Ekipajda isə mühəndislər çoxluq təşkil edir. Bəzən bir pistonun dəyişdirilməsi 10 saatdan 20 saata qədər vaxt aparır. Bu mühərriklərin verdiyi orta hərəkət sürəti saatda təxminən 25-30, maksimumsa 35-40 km civarındadır. Bu sürətlə 200-300 min tonluq kütlə hərəkət edir. Mühərrik saatda 6 və 10 ton aralığında yanacaq sərf edir. 54 dəniz mili məsafədə, yəni 100 km məsafədə təxminən 20-30 ton yanacaq sərf edir. Yanacaq çənlərinin tutumu isə 5000 və 15000 ton arasında dəyişir. İstifadə olunan yanacaq isə qalın, qara və ucuz yanacaqdır. Gəmi və tankerin arxasındakı pər tək parça metal töhmədir və ağırlığı 50 və 100 ton arasında dəyişir. Müasir sistemlərdə tənzimlənən pərlər istifadə olunur. Pər bıçaqlarının bucağı dəyişdirilərək eyni güclə daha çox su itələnir. Bu sürəti artırır, yanacaq sərfini azaldır və manevri asanlaşdırır. Bəzi gəmilər tam dayanmadan geri hərəkət edə bilir. Bu da pərin istiqaməti dəyişməsi ilə baş verir. Daha çox məlumat və səsləndirmə üçün səhifəni izləməyi unutmayın.